Salam əziz şagirdlər. Biz bu günləri həmcins üzvlərə əlavə və sadə cümlədə söz sırasına, yəni cümlə üzvlərinin sırasına öyrənəcəyik. Azərbaycan dilində cümlə üzvlərinin özünə məxsus yeri var və hər biri müəyyən bir nizamla düzülmüşdür. Əgər bu nizam pozulsa, yəni bu sıra pozulsa, inversiya baş verər. Adətən mübtəda və xəbərdən danışanda bildirərik ki, mübtəda əvvəldə gəlir, xəbər isə sonda gəlməlidir. Əvvəldə mübtəda, sonda isə xəbər. Məsəl üçün oynayırlar kim? Uşaqlar. Mübtəda əvvəldədir, xəbər də sondadır. Təyin isə həmişə aid olduğu üzvün, yəni izah etdiyi üzvdən əvvəl gəlməlidir. Tamamlığı izah edirsə, tamamlıqdan əvvəl. Mübtədanı izah edirsə, mübtədadan əvvəl gəlməlidir. Daha sonra tamamlıq və zərflik isə adətən xəbərdən əvvəl, mübtədadan sonra işlənir. Bəzi hallarda zərflik cümlənin lap əvvəlinə keçə bilər. Məsəl üçün dünən o bizə gəlmişdi. Burada artıq zərflik öndədir. Daha sonra mən dünən kitabı bitirdim. Nəyi? Kitabı kim? Mən nə zaman? Dünən. İnversiya bu sıralama pozulduqda olur. Yəni söz sırasının, cümlə üzvlərinin sırasının pozulmasıdır. Daha çox şeirlərdə, canlı danışıqda rast gəlinir. Məsəl üçün demişdik ki, mübtəda əvvəl, xəbər sonra gəlməlidir. Burada fikir verək ki, gəldi, nə bahar, güldü, nə çiçəklər. Mübtəda ilə xəbər öz yerini dəyişibdir. Deməli, burada inversiya var. Cümlə üzvlərinin əlavəsi, izahı. Əlavə özündən sonra yox, özündən əvvəl gələn sözü dəqiqləşdirir. Yəni izah olunan üzvü dəqiqləşdirir. Onların arasında çox vaxt tire işarəsi qoyulur. Mübtədanın əlavəsinə baxaq. Cümlənin mübtədasını izah edir. Deməli, əvvəldə gələn cümlə üzvüdür, ondan sonra gələn isə bizim əlavəmizdir. Və cümlə üzvümüz hansı, belə deyim ki, yəni sözümüz hansı cümlə üzvüdürsə, onu izah edən söz də eyni cümlə üzvü olmalıdır. Anar, qardaşım şəhərdən yeni qayıdıb. Anar qayıdıb. Anar kimiymiş? İzah edir. Anar, yəni qardaşım. Kim? Qardaşım. Burada mübtədanın əlavəsi var. Kim qayıdıb? Anar. Anar kimdir? Qardaşımdır. Daha sonra xəbərin əlavəsi. Xəbərdəki hökmü daha da dəqiq ifadə edir. Bizim evimiz oradadır. Mən nə bilim bu ora haradır? Nə evimi? Bizim evimiz haradadır? Oradadır. Oradadır. Biraz da mənasını açıram. Meşənin kənarındadır. Oradadır sözünün əlavəsi meşənin kənarıdır. Bir də bir şey dəqiq yadda saxlamaq lazımdır ki, izah olunan üzvlər, ondan əvvəlki üzv eyni cümlə üzvü olmalıdır. Yəni söz, əgər mübtədadırsa onun əlavəsi də mübtədadır. Xəbərdirsə onun əlavəsi də xəbərdir. Haradadır? Oradadır. Ora haradır? Meşənin kənarında. Tamamlığın əlavəsi. Üzərində iş görülən obyekti konkretləşdirir. Mən Leylanı ən yaxın rəfiqəmi ad günümə çağırdım. Çağırdım kim? Mən. Kimi? Leylanı. Tire qoyulubdur. Kimi? Rəfiqəmi. Hansı rəfiqəmi? Yaxın rəfiqəmi. Deməli, kimi çağırdım? Leylanı. Leyla kimdir? Rəfiqəmdir. Burada tamamlığın əlavəsidir. Təyinin əlavəsi isə əşyanın əlamət və keyfiyyətini daha aydın göstərir. Bir sözlə daha da konkretləşdirir. O göy, yəni atlas bir parça seçdi. Seçdi kim? O. Necə bir parça? Parça tamamlıqdır bu arada. Qeyri-müəyyən təsirli halda. Parçanı seçdi. Necə bir parçanı? Atlas parçanı. Necə bir parçanı? Göy parçanı. Hansı parça? Göy. Göy necə parça? Atlas. Zərfliyin əlavəsi hərəkətin yerini, zamanını, tərzini, hətta burada yarımçıq yazmışam. Nədir onadır? Məqsədini, səbəbini, bunları ifadə edir. Miqdarını. Biz dünən həftənin 6-cı günü kəndə getdik. Biz getdik nə zaman? Dünən. Biz getdik nə zaman? Həftənin 6-cı günü. Hər ikisinə nə zaman sualı verdim? Dünən deməli nə vaxt imiş? Həftənin 6-cı günü. Aydınlaşdırmış oldum. Xitabın əlavəsi. Xitab bilirik ki, cümlə üzvü deyil, üzvlənmir. Müraciət olan obyekti bildirir. İndi baxaq. Əziz dost, sadiq yoldaşım, gəl biraz söhbət edək. Əziz dost, burada xitabdır. Sadiq yoldaşım, yenə də müraciətdir, xitabdır. Müraciət edirəm ki, əziz dost, sadiq yoldaşım, gəl söhbət edək. Əlavəni tapmağın müəyyən qaydaları var. Əgər cümlədən əsas üzvü çıxardıb əlavəni onun yerinə qoysaq, cümlənin mənası və qrammatik quruluşu pozulmamışdır. Mən Bakıda, mən
yaşayıram. Harada? Bakıda. Səhvlik. Harada? Paytaxtımızda. Bakıda sözünü çıxardıq. Əlavəni işlədək. Mən paytaxtımızda yaşayıram. Gördüyünüz kimi cümlə yenə də düzgün alınır. Bu deməkdir ki, paytaxtımızda sözü həqiqətən də yer zərfinin əlavəsidir. Əlavələr haqqında müəyyən xüsusi qeydlərimiz var. Əlavələr təkcə tire işarəsi ilə ayrılmır. Bəzi zamanlarda hər izah edən söz və ümumiyyətlə hər tire ilə ayrılan sözümüz də əlavə hesab olunmur. Bəzi zamanlarda yəni bağlayıcısından istifadə oluna bilir. Tire əvəzdə yəni də işlədə bilərik. Cümlə izmi ilə onun əlavəsi arasında yəni bağlayıcısı işlənir. Bu zaman bağlayıcıdan əvvəl vergül qoyulacaq, tire yox. Biz gələn ay, yəni apreldə səfərə çıxacağıq. Biz çıxacağıq. Nə zaman? Gələn ay. Gələn ay nə vaxtı? Nə zaman? Apreldə. Uzlaşma qaydası. Əlavələr izah etdiyi cümlə üzvlə, ismin hallarına, şəxsi və kəmiyyətə görə uzlaşmalıdır. Uzlaşmasa, əlavə hər iki tərəfdən vergüllə ayrılır. Baxaq. Sən örnəksən, biz deyə bilirik də, düzdürmü? Şəxs sonluğu ikinci şəxsin təkindədir. Bu sinifin ən çalışqanı örnəksən deyilmir. Bu sinifin ən çalışqanı örnəkdir deyilir. Əgər cümlə üzvümüzlə bizim xəbərimiz əlaqələnib, onun əlavəsi ilə xəbər əlaqələnməzsə, bu zaman sağından da, ən solundan da, ortada olan əlavənin sağ və solundan, yəni əvvəldə və sonda vergül qoyulacaqdır. Əgər cümlə üzvü yenə deyirəm, xəbərlə əlaqələnirsə, ikinci şəxsi görürük ki. Amma onun əlavəsi əlaqələnmirsə, vergüllə ayrılacaq artıq. Cümlədə əlavənin hansı üzvə aid olduğunu bilmək üçün cümləni sintaktik təhlil etmək lazımdır. Əlavəni cümlədən çıxarırıq, əsas üzvü saxlayırıq və əksinə etdikdə cümlənin sintaktik vəzifəsi dəyişmir. Onlar yuxarıdadır, onlar eyvandadırlar. Bu xəbərdir. Zərfliyin əlavəsi onlar yuxarıda. Onlar dincəlirlər. Harada? Yuxarıda. Harada? Eyvanda. Deməli, uşaqlar, bir qədər çətin olan əlavələrdə tərkib əlavələrdir. Tərkibin daxilindəki əlavə feili bağlama və yaxud da məsdər tərkiblərin aslı tərəfi də əlavəli ola bilir. Yəni, feili bağlamanın məsdər tərkibinin birinci tərəfi əlavəli ola bilər. Məsələn, qonaqlar kəndə, doğma yurduna çatanda hava isinmişdi. İsinmişdi nə? Hava. Fikir verin, bu söz xəbərlə əlaqələnə bilmir. Qonaqlar kəndə isinmişdi. Olmur. Qonaqlar isinmişdi. Olmur. Bu nə deməkdir? Bu deməkdir ki, bu xəbərlə əlaqələnə bilmirsə, tərkibin içərisinə gedir. Baxaq. İsinmişdi nə? Hava nə zaman? Qonaqlar kəndə, doğma yurduna çatanda. Bütöv gedəcək. Bütöv səhvlikdir. Cümlə üzvü olaraq səhvlikdir. Fikir verilir ki, burada feili bağlama tərkibi var. Deməli, feili bağlama tərkibin birinci tərəfi əlavəlidir. Bax, burada kəndə sözü. Kəndə çatanda, yurduna çatanda. Bəli, onunla əlaqələndi. Xəbərlə əlaqələnə bilmədi. Deməli, tərkibin aslı tərəfin əlavəsi, bu növ əlavələr müstəqil cümlə üzvünə deyil, feili birləşmələrin daxilindəki aslı sözə aid olur. Əsas fərqləndirmə nöqtələr nədir? Birbaşa xəbərlə bağlamır. Bayaq dediyim kimi, xəbər əlaqəli olmur. Əlavə tərkibin əsas tərəfinə, yəni feil hissəsinə bağlı olur. Feili bağlama tərkibinin əsas tərəfi, feil hissə tərkibi əsas tərəfi və yaxud da məsdər tərkibinin əsas tərəfinə. Təhlil zamanı parçalanmır, bütöv götürülür. Sintaktik təhlil zamanı əlavə tərkibin daxilində qalır və tərkiblə birlikdə bir cümlə üzvü olur. Biz bir də ehtiyatlı olmalıyıq ki, məna eyni olsun tərkibdə. Məsəl üçün, mən desəm ki, mən axşamüstü günəş üfüqdən boylananda gəlib çatdım. Bu uyğun olmaz axı. Axşam hara? Günəş üfüqdən boylanmaq artıq səhərin açılmağı deməkdir. Burada əlavə ola bilməz. Əlavə aid olduğu üzvlə məna baxımından tamamlanmalıdır. Bura baxaq indi amma. Əlavə olan hissə aslı tərəflə eyni suala cavab verməli, onu dəqiqləşdirməlidir. Biz şəhərə, Bakıya çatanda gün artıq batmışdı. Batmışdı nə? Gün. Nə zaman? Bax, biz batmışdı deyə bilmirik. Deməli, bu tərkibin daxilidir. Nə zaman günəş artıq batmışdı?
Biz şəhərə, Bakıya çatanda. Fe'li bağlama tərkibinin birinci tərəfin əlavəsi var burada. Zaman zərfliyi. İndi baxaq. Tərkibi tapırıq. Şəhərə, Bakıya çatanda. Aslı tərəf şəhərə, əlavə Bakıya. Niyə tərkibin daxilindədir? Çünki Bakıya sözü batmışdı xəbərinə deyil, çatanda fe'li bağlamasına aiddir. Bakıya batmışdı deyə bilmərik, amma Bakıya çatanda deyə bilirik. Məzmun da eyni olmalıdır. Əlavə aid olduğu üzv məzmun hal və şərt baxımından da eyniyyət təşkil etməlidir. Əgər məna eyni deyilsə, o əlavə sayılmır. Məsələn, yola düşdük, nə zaman? Səhər yola düşdük. Və fikir verirsiniz, bunu əlaqələndirə bildim. Demək, burada tərkib əlavəsi yoxdur. Nə zaman yola düşdüm? Günəş üfüqdən boylananda. Daha biz hər fe'li bağlama tərkibini görüb, deyə bilmərik ki, onun əlavəsi aslı tərəf əlavəsi var. Demərik, deyə bilmərik. Burada fikir veririk ki, sözümüz özü xəbərlə əlaqələnə bilir. Biz bunu nətər tərkib əlavəsi götürək. Səhər yola düşdük, günəş üfüqdən boylananda yola düşdük. Burada birbaşa ilə zərfliyin əlavəsi var. Zaman zərfliyin əlavəsi. Təkcə tərkiblərin deyil, isim birləşmələrin də aslı tərəfin əlavəsi ola bilər. Deyirəm ki, məktəbin təhsil ocağının direktoru iclas keçirdi. Baxaq. Baxın. Məktəbin təhsil ocağının direktoru. Biz bilirik ki, burada yəli çallı söz var da. Əvvəlcə baxaq, keçirtdi nə? İclas. Nəyə keçirtdi? İclası qeyri-müəyyən təhsilli haldadır. Tamamlıq. Kim? Təhsil ocağının direktoru. Kim? Məktəbin. Olmur axı. Bu yəlikdirsə, deməli bunun tabi olduğu mənsubə şəkilçisi var. Üçüncü nöqtənin söz birləşməsidir. Söhbət gedir məktəbin direktorundan. Aha, bütöv şəkildə mübtədadır. Biz məktəbin keçirdi deyə bilmirik uşaqlar. Fe'li bağlama məstər və fe'li sifət tərkibində biz nə demişiksə bura da aiddir. Məktəbin direktoru. Bu o deməkdir ki, üçüncü nöqtənin söz birləşməsinin asılı tərəfinin əlavəsi var. 1. Biz həmin sözü xəbərlə əlaqələndiririk. Əlaqələnmirsə, bir tərkib özünü göstərir. 2. Əgər birinci tərəf yəli çaldısa və ikinci tərəfimiz üçüncü nöqtənin söz birləşməsindən ifadə olunmuşsa, məlum məsələdir ki, yəli çal özündən sonra mənsubiyyət tələb edir və onu taparaq birləşdiririk.